Salam qızlar, kanalıma və yeni vloguma xoş gəlmisiniz. İnşallah yaxşı olarsınız. Sizi Temu bağlamam ilə salamlamaq istədim. İndi bunları hamısını bir-bir açıb çəkəcəm digər kanal üçün, amma daha sonra sizlərə də bir-bir göstərəcəm. Burada çox maraqlı şeylər var. Ona görə də əgər abunə deyilsinizsə, zəhmət olmasa abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə də bir dənə çay süzün, əyləşin videonun arxasına. İndi mən bunları açım. Sizin üçün bir saniyə keçəcək. Mən də tez-tez bunların videosunu çəkim. Asla danışım, çünki uşaqlar yatıb. Çox səs-küy də salmaq istəmirəm. İndi isə bunları tez açaq. Daha sonra sizlərə də göstərəcəm. Deməli qızlar, bu videonu əslində həmin gün çəkəcəkdim, amma daha sonra çəkə bilmədim və səhəri gündən indi davam eləyirəm. Deməli, nələr almışam göstərim sizə. Yeni ilə aid hədiyyə paketləri almışam. 4 ədəddir. Üzərində fərqli şəkilləri var. Belə corab şəkli hədiyyələr və yolka ilə 3 nəfərə hədiyyəmiz olacaq. Biri də elə belə evdə qalsın. Bu yeni ilə aid olduğu üçün biraz fərqli eləmək istədim. Digər hədiyyələrdən seçilir. Deməli 3 ədəd makyaj çantasıdır belə. Açıb göstərim birini. Belə çəhrayı rəngdə seçdim. İçərisi də baxın belədir. Çox gözəl və şirin, minnoş bir çantadır. Daha sonra 3 ədəd altılı makyaj fırçalarıdır. Bunları hamı çox tərifləyir. Mən də almaq istədim sizlər üçün. Özümə də alacağım. Keyfiyyətli bir fırçalardır. Hamısının kodunu əlavə edəcəm. Bir də belə, baxın belə üçlü şəkildə həm linerdir, həm tuşdur. Linerin birini dünən açdım shorts çəkərkən və çox gözəl də qalıcılığı var. Əlimə çəkmişdim. Daha sonra əlimi yudum, getmədi. Yəni suya davamlı linerdir. Üzümdəki makyajımı silən zaman misellar su tökdüm pambığa və əlimi də elə sildim. Onda biraz getdi, yəni yoxsa getmirdi. Nə qədər də sildim, yudum əlimi şampundan falan getmədi. Ona görə bəyəndim. Özümə də alacağım mütləq şəkildə. Tuşu da yaxşıdır. Düzdür, tuşunu yoxlamamışam. Sadəcə lineri bir dəfə əlimə çəkdim. Əlavə olan hədiyyələrimiz budur. Amma bu əl kremlərindən qurtarmışdı. Zapasda bilirsiniz ki, dolabın içərisində saxlayıram. Digər məhsulları əl kremlərimiz də qurtarmışdı. Dedim elə almışkən onu da alım. Çünki dekabrda 3 hədiyyə göndərəcəyimə görə çatmırdı. Yəni düşündüm ki, onu da alım, aradan çıxsın, onsuz da istifadə eləyirəm. Qızlar, dekabr ayında da hədiyyələrimiz bunlardır. Keçək indi digər videolarımıza. Hər birinin kodunu da yazacağım sizlər üçün. Qızlar, deməli burada keçdim mətbəxə, jolyen hazırlayırdım. Gec-gec bişirsək də bizim evdə sevilən bir yeməkdir. Bəzən vermişi ilə hazırlayıram, bəzən də belə düyü ilə. Düyünü bişirməmişdən əvvəl tavanın içərisinə birazca vermişi tökdüm. Rəngi azca dəyişəndən sonra da düyünü əlavə edib suda tökdüm ki, özü üçün bişsin. Bu dəfə düyünü süzmədim. Daşma deyilən formada bişirdim. Arxadakı tavada olduğu üçün ayrı-ayrılıqda izahlı şəkildə dedim ki, birdən görməzsiniz. Öndəki tavada da gördüyünüz kimi soğanı uzun-sov doğradım. Xırda-xırda doğramaq da olar, fərq etmir. Üzərinə fileni qatıb bişirdim. Daha sonra isə göbələyi tam bişənədək qovurdum və sonda qaymağı əlavə edib biraz gözlətdikdən sonra altını söndürdüm. Qaymağı tökən kimi də söndürə bilərsiniz, amma mən biraz gözləməyi istədim. Özümdən asılı deyil, elə bilirəm ki, çiğ qalır. Və üzərinə də sonda rəndələnmiş pendiri əlavə edib qapağını qoyuram ki, öz istisində pendir də ərisin.
Və yenə mənə şirniyyat istəyi gəlmişdi. Dedim elə ev üçündə nəsə bişirim. Bəzən alırıq, bəzən də elə evdə özüm bişirirəm. Gücbala ilə 10-12 kilo arıqlamışdım. İnşallah 2 qatını geri almaram. Pəhrizimə də ara vermişəm bu aralar. Havadandır ya nədir, heç dietik şeylər yemək istəmirəm. Burada da şirniyyatımın kremini hazırlayıram. Ən çox sevdiyim krem Zavarnoydu. Uşaqlığımda mama həmişə trubuçkalar ya da tortlar bişirən zaman bu kremdən istifadə eləyirdi. Mama yumurta vurmurdu. Mən də elə öyrəşmişəm deyə yumurtadan istifadə etmirəm. Ərzaqları ayrıca qarışdırıb qoyuram qazın üzərinə bişməyə. Qarışdırdıqca və qatılaşdıqca artıq görürəm ki, altdan havaları çıxmaq istəyir. Yəni artıq bişməyin əlamətidir və qazın altını söndürüb qoyuram qırağa soyumağa. Soyduqdan sonra da qatılaşdırılmış süd və kərə yağını başqa bir qabda qarışdırıb daha sonra zavarnoyu əlavə eləyəcəm üzərinə. Krem ilə işim bitdikdən sonra isə keçirəm glazur hazırlamağa, yəni şokoladı hazırlamağa. Bunu da digəri kimi ayrıca qarışdırıb topaq qalmamağına diqqət edərək qarışdırıram. Daha sonra qazın üzərində bişirəcəm və soyumağa qoyacam. Və bura kimi izləmişsinizsə, hələ də kanalıma abunə deyilsinizsə, zəhmət olmasa abunə olaraq mənə dəstək olmağı unutmayın. Videolarımı bəyənib şərh bölməsində düşüncələrinizi bölüşə bilərsiniz. Burada isə sadə kakaolu keks hazırlayırdım. Ona görə də əlavə bir çəkiliş ehtiyacı görmədim. Sadə kakaolu keks hazırlayıb qoyuram sobaya bişməyə. Və artıq keksim bişdi. Doğrayıcı ilə onu xırda hala gətirib belə qablara qoyuram. Alt hissəsi biraz ovulan bir teksturada olduğuna görə elə bu qablarda olmağı yaxşıdır ki, qaşıq ilə götürüb rahat yemək olur. Amma boşqaba bunu hər hansısa bir böyük bir qabdan bunu boşqaba keçirmək biraz çətin olacağı üçün bu formada hazırlayıram. Elə keçən dəfə də neçə dəfələrlə hazırlamışamsa, hər dəfə bu cür formada hazırlayıb qoyuram soyuducuya. Qaynlarım, yoldaşım, qaynatam, yəni hamı içimən qarışıq əlbəttə ki, elə uşaqlar da hamı çox bəyənərək də, sevərək də yeyir. Rahatlığına görə də həmişə bu qablarda hazırlayıb qoyuram soyuducuya. Deməli qızlar, burada blinçika eləyirəm. Artıq bitmək üzrədir. Burada da qarışımdır. File, soğan və kökü qovurmuşam. Biraz üzərindən yeyilib və burada da qalanlar bişir. Dəfələrlə blinçika çəkmişəm deyə bu dəfə çəkmək istəmədim. Sadəcə göstərirəm ki, nə eləyirəm. Biraz bu aralar videolarımda təkrarçılıq olmasın deyə çox şey çəkmirəm. Ona görə də ola bilsin vloglarım geciksin. Yenə də üzrlü sayın bu barədə. İstəmirəm eyni şeyləri göstərim. Ona görə də biraz gec-gec vloglarımı paylaşacağım sizinlə. Yenə də nə də olsa sevirsiniz, bəyənirsiniz vloglarımı. Çox sağ olun dəstəyinizə görə. Çalışacağam daha maraqlı şeylər çəkim sizlər üçün. Ona görə də hələ ki vloglarımda biraz gecikmələr ola bilər. Bu səbəbdən ötürü blinçikimi də bişirim, qutarım. Artıq az qalıb. Daha sonra gedəcəm biraz Raul'la oynayım. Bu aralar Raul'un üzərinə düşmüşük. Çünki telefonu falan yığışdırmışam. İstəyirik ki, artıq danışsın. 2 yaşı var və danışmır. Ona görə biraz Raul'la ünsiyyətdə olmaq lazımdır deyə telefonu yığışdırmışam ki, özümüz danışaq, oynayaq. Və indi blinçikimi bişirim, qutarım. Gedəcəm Raul'la biraz oynamağa. Ən keyif aldığım anlardan biri bu dəqiqə budur. İstəyirəm sizlərlə də bölüşüm. Sizlər nə izləyirsiniz? Yorumlarda yazın, mənə də maraqlıdır. Keçən dəfə Yağmur Çevik'i izləyərkən post paylaşmışdım. Xanım yazmışdı, yeçətiyim. Bildim ki, o Yağmur Çevik'i izləyənlərdəndir.
Sizlər də yazın görüm hansıları izləyirsiniz, iş görərkən daha hansı maraqlı olur. Əlbəttə ki, hamıdan gözləyirəm birinci yazasınız ki, evimiz vlog səni izləyirik, amma yenə də nə də olsa əlavə izləməyi sevdiyimiz şeylər olur. Ona görə sizlərdən də fikir almaq istəyirəm, görüm siz daha çox nəyə izləyirsiniz. Və qızlar, mətbəxim dolu, tərtəmiz. Moykanı da sürtdüm, dolabın üzərini də sildim, sadəcə çəkmədim o hissələri. Biraz hələ ki yaşlı, tam qurumayıb. Biraz belə ortalığa səliqəyə saldım. Gedirəm indi biraz istirahət eləməyə. Çay da qoyum qaynasın. Çay içərəm qəşəng. Siz də özünüzə bir çay süzün. Özünüz üçün istirahət eləyin. Arada dincəlmək də lazımdır qızlar. Ona görə də özünüzə vaxt ayırmaqdan çəkinməyin. Və qızlar, artıq səhərdir. Biraz evi səliqəyə saldım. İndi biz gedirik Dezməyə. Burada da Ajda. Belə giyindirmişəm onu. Powerbankımı da götürdüm. Çox əlimdən tutur. Bu çantanı taxacağım. Onu qoyun bura. Ajda, hara geysən? Restorana. Oradan hara geysən? Parka. Hansı parka geysən bu sonra? Zoopark. Zooparka. Deməli qızlar, gəzintiyə başlamamışdan əvvəl dedik elə səhər olduğu üçün gedək səhər yeməyimizi yeyək. Daha sonra Zooparkda da rahat bir şəkildə gəzərik. Elə bir restoran var idi, adı Safran idi. Mənzərəsi çox gözəl idi. Hələ belə böyük pəncərələrdən bu cür yaşıllığa açılmağı insan ürəyini açırdı. Amma menyusu o qədər də nə zəngin değildi, nə də bişintiləri keyfiyyətli değildi. O qədər də bəyənmədik. Amma ümumilikdə o cür interyeri olan bir məkan. Çox heyf ki, bu cür xidmət göstərir. Burada isə Zooparkdan biraz çəkiliş eləmişəm. Daha çox Ajda ilə gəzirdim. Ona izah eləyirdim heyvanların adını falan. Bir göstərirdim. Hansı heyvan olduğunu deyirdim. Ona görə də o qədər də çəkiliş eləmədim. Amma birazca da olsun. Sizlər üçün də video çəkmişəm. Burada da belə bir yazı lövhəsi var idi. Ajda da maraqla biraz yazdı. Daha sonra dedim elə gedək gəzək. Heyvanlara da baxdıq. Ən çox da leoparı görmək üçün tələsirdim. Onu da daha sonradan getdim, gördüm. Həqiqətən də onun gözəlliyinə valeh oldum. Çox bəyənirəm onun o üzərindəki şəkillərini falan. Əlbəttə bütün heyvanlar hamısı gözəldir. Allah hamısını çox gözəl şəkildə yaradıb. Amma ki leoparı bir ayrıca sevirəm. Əlbəttə ki görüntüsündən vahiməlidir. İnsan qorxur, amma nə də olsa görüntü olaraq çox gözəl bir görüntüyə malikdir. Hiç görmedim. Yedi sonra yiyorsun. Ha. O nereye hakkı? Geçiyor aşağıdan çekin. Ajda, hoşuma geldin. Ne gördün burada? Pelek. Sen yanırda. Sen ne güzelsin. Çok güzel diye kızlar, değil mi? Üzerindeki şekillere bakın. Gitti bir anda ağacın arkasında. Gel. Ha. Zebraya bak. Zebralara bak, diye bak burada. Ne Ajda? Ne gördün orada? Mimosa.
Şar. Hanı şarı? Oo, ne güzel ışığı yandır. Geçendir. Ve kızlar biz eve geldik. Orada mağaza var idi çıxanda, çıxış yerində. Arzuda belə bir sticli yastıq gördü. Bunu boynuna taxırlar. Belə kitabça aldıq. 1 manat 70 qəpiyə idi bu. Bu da 14 manat idi. Belə bir kitabça aldıq. İçərisində şəkillərdir, misallardır, həll olunmalı. Fərqi tapın kimi misallardır. Maraqlıdır, uşaq üçündür. Eləyərik arada. Sonra belə orada elə pambıq satırdılar. Bir də belə bir işıq aldıq. Orada Mickey Mouse falan var idi. Dedim elə qoy işıqlı olsun. Şar aldıq. İşıq deyirəm. Belə bir şar aldıq. Qəşəng şardır. Belə rənglərlə. Yəni ki belə bizim də gəzintimiz. Burada da vlogumu sonlandırıram. İzlədiyiniz üçün təşəkkür edirəm. Özünüzə yaxşı baxın. Hələlik.